Dostlar salam. Bildiyiniz kimi Qarabağın Çempionlar Liqasında play-off rəqibi Newcastle oldu. 2 oyundan ibarət olan bu turda qalib gələn tərəf 8-də 1 finala vəsqə qazanacaq. 8-də 1 finalda isə bu cütün qalibi ya Barcelona ya da Chelsea ilə qarşılaşacaq. Yəni təmsilçimiz Qarabağ Newcastle keçəcəyi təqdirdə rəqibimiz ya Barcelona ya da Chelsea olacaq. Chelsea bizə tanış rəqibdir, amma bunun haqqında danışmaq hələ biraz tezdir. İlk öncə Qarabağ Newcastle səddini keçməlidir. Bəs bu mümkündürmü? Gəlin biraz bunun haqqında danışaq. Videonu bəyənib kanala abunə oldusa, keçək videoya. Bildiyiniz kimi rəqib Newcastle İngilis klubudur. Qarabağ Avropada bundan öncə bir neçə dəfə İngilis klubları ilə üz-üzə gəlib, amma bu təcrübələr biraz yaxşı alınmayıb. Təmsilçimiz daha öncə Chelsea, Arsenal, Tottenham və Liverpool'la qarşılaşıb. Ümumilikdə 8 oyun keçib və bu oyunlarda 7 məğlubiyyət alıb, bir dəfə heç edib. Bu oyunlarda 3 gol vurub, 26 top buraxıb. Bəli, gördüyünüz kimi İngilis klubları ilə statistikamız heç də ürəkaçan deyil. Amma bu Newcastle-la da eyni ssenarinin olacağı demək deyil. Çünki Chelsea ilə Bakıda keçirdiyimiz oyunu da unutmaq olmaz. Newcastle-la ilk oyun 18 fevralda Bakıda, cavab oyunu isə 25 fevralda səfərdə keçiriləcək. Chelsea ilə Bakıda göstərdiyimiz oyunu Newcastle-la da göstərsək, Bakıda onları məğlub edə bilərik. Daha sonra isə İngiltərə səfərində bu işi bitirərik. Hal-hazırda Newcastle-da işlər o qədər də yaxşı getmir. Komanda İngiltərə Premyer Liqasında 11-ci pillədədir və liderlərdən çox uzaqda qalıb. Newcastle son 4 oyundur ki, qələbə üzünə də həsrətdir. Qarabağla oyun öncəsi və sonrası komandanın çox sıx və ağır oyun cədvəli var. Qarabağla cavab maçını da nəzərə alsaq, 18 gündə 6 oyuna çıxacaqlar. Aston Villa, Tottenham, Manchester City kimi rəqiblərlə oyunlar onları gözləyir. Klubun heyəti haqqında çox da uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki artıq demək olar ki, hamı onların necə bir futbolçulara sahib olduğunu bilir. Klubun ümumi heyətinin dəyəri 709 milyon avrodur ki, bu da İngiltərə Premyer Liqa klubları arasında 7-ci ən bahalı heyətdir. Newcastle heyətində elə bazar dəyəri 50 milyondan çox olan ən azı 5 futbolçu var. Heyətin ən bahalı futbolçusu Sandro Tonali'nin Arsenala keçməsi gündəmdə idi. Amma agenti ən azı yanvarda belə bir transferin olmayacağını və Tonali'nin Newcastle-da qalacağını bildirdi. Gəlin biraz da Newcastle-ın oyun stilistikası və taktikası haqqında danışaq. Komandanın baş məşqçisi 48 yaşlı İngilis çalışdırıcı Eddie Howe'dur. O daha öncə Bournemouth və Burnley-də baş məşqçi kimi fəaliyyət göstərib. 2021-ci ildən etibarən isə, yəni 5 ildir ki, Newcastle-ın sükanı arxasındadır. Eddie Howe Newcastle-a gəldiyindən bəri komandanın tarixində əməlli başlı dəyişikliyə imza atıb. O aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzə olan bir komandanı götürüb güclü bir kollektivə çevirib. Saxlananlar hal-hazırda Premyer Liqada qarşılaşması ən çətin klublardan biridir. Xüsusilə də St. James Park stadionunda rəqibləri aqressiya, ikili mübarizələr və fasiləsiz temp vasitəsilə sıxışdırmağı bacarırlar. Lakin cari mövsüm irəlilədikcə Newcastle-ın çıxışları getdikcə qeyri-stabil hala çevrilib. Hücum potensialları hələ də yaxşıdır və qol vurmaq demək olar ki, problem deyil. Əsas problem meydanın digər tərəfindədir, yəni müdafiədə. Newcastle çox tez-tez qol buraxır və ən əsası bunu eyni ssenarilər üzrə təkrar edir. Video ilə bağlı Newcastle haqqında araşdırma edərkən onların müdafiəsi haqqında çox maraqlı faktlara rast gəldim. Qolların haradan və oyunun hansı mərhələlərində buraxdığını analiz etdikdə Newcastle-ın bu mövsüm niyə stabil şəkildə qələbə qazana bilmədiyi daha aydın görünür. Premyer Liqada buraxılan 33 qol Newcastle Unitedin müdafiə göstəriciləri onların necə cəzalandırıldığını açıq şəkildə göstərir. Komanda standart vəziyyətlərdən 10 qol buraxıb. Əlavə olaraq 9 qol müdafiədən hücuma keçidlər və top itkilərindən sonra gəlib. Ümumilikdə buraxılan 19 qol, yəni təxminən 70% ya standart vəziyyətlərdən, ya da topun itirildiyindən sonra baş verən qollar olub. Topa uzun müddətli nəzarət edən komandalar Newcastle sistemli şəkildə sındırmırlar. Onlar ardıcıl cinah ötürmələri və ya uzun müddət Newcastle dərin müdafiəyə sıxışdırmaqla qol tapmırlar. Əksinə qolların böyük əksəriyyəti qeyri-sabit anlarda, məsələn qurulma mərhələsində, top itkisindən sonra və ya standart vəziyyətlərin ikinci fazasında müdafiə təşkilatının qısa müddətə dağılması zamanı vurulur. Açıq oyunlarda isə cinah ötürmələrindən buraxılan qolların azlığı xüsusən diqqət çəkəndir. Newcastle tez-tez cinahlardan gələn ötürmələrə qarşı zəif kimi təqdim olunsa da, lakin statistika bu fikri dəstəkləmir. Əsl təhlükə rəqiblər həll ötürmə mövqeyinə çatmamış yaranır. Problemlər əsasən Newcastle topu itirdikdən sonra yenidən mövqe tutmağı bacarmadıqda və ya standart vəziyyətlər qismən müdafiə edildikdən sonra ortaya çıxır. Rəqiblərə uzun müddətli topa sahib olmağa imkan verildikdə, Newcastle xüsusilə mərkəz zonalarında topa davamlı təzyiq göstərməkdə çətinlik çəkir. Bu da rəqiblərə oyunun tempini diktə etməyə və Newcastle müdafiə blokunu yanlara doğru hərəkət etdirməyə imkan yaradır. Lakin bu hallar keçidlər və ikinci fazalarla müqayisədə buraxılan qolların daha kiçik hissəsini təşkil edir və bu da Newcastle-ın əsas probleminin müdafiənin strukturu yox, müəyyən anları müdafiə etmək olduğunu göstərir. Bu mövsüm Newcastle Unitedin üzləşdiyi ən ciddi struktur problemi
onların rest defansıdır. Yəni hücum zamanı arxada qalan müdafiə zonası. Newcastle topu hücuma çıxarkən və ya hücumda itirdikdə, xüsusilə cinah dəhlizlərində və yarım məkanlarda açıq qalır. Bu zəif nöqtələr dəfələrlə əks hücumlar və boşluqlara edilən sürətli şaqili ötürmələr vasitəsilə cəzalandırılır. Hücumda isə vəziyyət biraz fərqlidir. Eddie Howe'un başçılığı altında Newcastle yüksək intensivliyə əsaslanan 4-3-3 taktiki sxemindən istifadə eləyir. Bu sistem oyunun gedişatında 4-5-1-ə çevrilir. Komandanın oyun fəlsəfəsinin əsasını aqressiv pressing, sürətli şaqili keçidlər təşkil edir. Komanda əsasən 4-3-3 sxemi ilə oynasa da, rollar kifayət qədər elastikdir, yəni dəyişkəndir. Bruno Guimaraes adətən mərkəzi dayaq yarım müdafiəçisi rolunu icra edir və digər yarım müdafiəçilərin irəli çıxması üçün azad bir zona yaradır. Sandro Tonali isə ötürmə üçbucaqlarının qurulmasında istifadə olunur. Bu, Guimaraes və Joelintonla birlikdə topun daha effektiv irəlilədilməsinə və hücum imkanlarının artırılmasına imkan yaradır. Hücumun mərkəzində nəhəng cüssəli Almaniyalı hücumçu Voltemade oynayır. Futbolçunun boyu 198 sm-dir. Kevin Medina'nın boyu 184, Bəhlulda isə 190 sm-dir. Xüsusilə hava toplarında ikili mübarizələrdə bu futbolçu ilə mübarizə aparmaq çox çətindir. Təbii ki, hücumda digər ən təhlükəli futbolçuları Anthony Gordondur. 24 yaşlı İngilis futbolçu bu mövsüm Çempionlar Liqasında əla performans göstərir. O çıxdığı 8 oyunda 6 qol vurmağı bacarıb. Sol cinahdakı hərəkətliyi bizim üçün çox ciddi təhlükə yarada bilər. Amma Gordon ötən gün Manchester City ilə oyunda zədələnərək meydançanı tərk etdi və nə vaxt meydanlara qayıdacağı hələ ki bəlli deyil. Digər cinahlarda isə Trippier və Elanga ikilisi var. Hansı ki, hər ikisi sürətli və fiziki baxımdan güclüdürlər. Zubirin o mövqedə passiv oyunu həm Elvinin tez yorulmasına səbəb olacaq, bu da Elanga'nın qapı üzərinə ötürmələrinin sayının çoxalmasına səbəb olacaq. Ümumilikdə Qarabağın bir İngilis klubu ilə yüksək tempdə futbol oynaması xeyrinə olmaz. Əksi tempi idarə etməklə və səbirlə oynamaq lazımdır. Çünki bu tip komandalar topun nəzarətini rəqibə verdikdə tez əsəbləşir və səhvlər etməyə başlayır. Newcastle mərkəzdə Tonali, Guimaraes kimi beyinləri var. Ona görə də bu futbolçulara daim kölgə pressinq edər, topu arxası qapıya qəbul etməyə məcbur etmək lazımdır. Çünki bu iki futbolçu rahat dönə bilməsə, Newcastle-ın hücumları axsayacaq. Bundan başqa Newcastle-ın cinah müdafiəçiləri də tez-tez irəli çıxır və mütləq ki, bu mövqelərdən oyun ərzində çox boşluqlar verəcəklər. Qarabağda isə Kadi zədədən geri qayıdır. Böyük ehtimal UEFA-ya verilən yeni siyahıda həm Kadinin, həm də Johnny Montiel'in adı olacaq. Bundan əlavə yeni transfer iqnali də böyük ehtimal ki, heyətə salınacaq. Və onların əvəzinə heyətdən hansı futbolçular çıxarılacaq, bunu hələ ki bilmirik. Bəs Newcastle qarşısında Qarabağın əsas heyəti necə olmalıdır? Qapıda Kohalski, müdafiədə Elvin Bəhlul, Medina Silva dörtlüsü yəqin ki dəyişməyəcək. Dayaqda Yankovic və Bikalyonun oynayacağını nəzərə alsaq, əsas məsələ Kadin qayıdışından sonra yarım müdafiənin necə qurulması məsələsi olacaq. Çünki Montiel'in Liverpool'la oyunda potensialını gördük. Çünki həm Montiel'in, həm də Kadinin əsas heyətdə olması üçün Qurbanov ya Zubir ya da Andrade'dən ikisini birini heyətdən kəsməlidir. Və yaxud Yankovici kəsib Kadi, Bikalya, Montiel üçlüsü ilə başlaya bilər. Amma Newcastle-ın oyunu üçün bu nə qədər doğru seçim olar, biraz sual doğuran məsələdir. Əlbəttə ki, ən yaxşısını Qurban müəllim bilir və ümid edək ki, ən ideal heyəti oyuna çıxaracaq. Bütün bu dediklərimi ümumiləşdirsək, Newcastle çətin rəqibdir, amma keçilməz deyil. Bakıda Chelsea ilə göstərdiyimiz oyunu burada da göstərib, sağsağanları Bakıdan əliboş yola salmaq olar. Mən açığı Qarabağa inanıram. İnanıram ki, Bakıda elə bir nəticə alacağıq ki, cavab oyuna böyük ümidlə yollanacağıq. Günlük isə bu qədər. Sonda videonu bəyənib kanala abunə olmağı unutmayın. Hələlik.